Xoş gördük sizləri dadlı yemək reseptlərinin izləyiciləri. Bugün biz sizinlə mal ətindən qiyma hazırlayacağıq. Bunun üçün bizə lazımdır. Mən götürmüşəm 300 qram mal əti və 2 ədəd soğan. İlk olaraq ətimizi tavaya tökürük, gördüyünüz kimi. Və ətin yaxşı bişməsi üçün biraz su əlavə edirik. Həm qaynasın, həm ət yaxşı bişsin. Ətimiz qaynayana qədər soğanımızı başlayırıq iri formada doğramağa. Yəni doğradıqdan sonra sizlərə bunu göstərəcəm, hansı şəkildə doğramaq lazımdır. Gördüyünüz kimi soğanı doğradım. Bax bu şəkildə uzun formada 2 yerə böldüm, başladım doğramağa. Ətimiz isə artıq suyunu çəkib, qaynayır, pişir. Az da olsa içərisində suyu qoyuruq ki, bu formada. Baxın, elə ki görürsünüz. Belə bir formada soğanımızı əlavə edirik ki, soğan həm bişsin, həm də yaxşı qızarsın sonunda. Belə bir formada baxın. Soğanımızı tökdük, tuzumuzu əlavə edirik. Yağı isə hələlik tökmürük. Gözləyirik, soğan biraz pörtlənir. Ondan sonra suyunu çəkir və sonunda yağı əlavə edib qızardırır. Hörmətli xanımlar, əgər dadlı yemək reseptlərini öyrənmək istəyirsinizsə, dadlı yemək reseptləri.com saytına baxmağı unutmayın. İstəsəz YouTube vasitəsilə də bizlərə baxa bilərsiniz. Artıq gördüyünüz kimi soğanımız pörtləyib, demək olar ki, suyunu tamam çəkir, görürsünüz. İndi yağımızı əlavə edə bilərik. Yəni yağı da əlavə edərkən hər kəs baxır, öz yediyi formada yağı əlavə edilir. Biz yağı yemədiyimiz üçün mən yağı çox tökməyəcəm. Baxarsınız, necə istəyirsiniz, o qədər də yağ tökərsiniz. Qiyməmiz artıq hazırdır. Mən bundan artıq qızartmayacağım. Suyumuzu da qoymuşuq. Əziz xanımlar, kim istəyir xəngəl ilə, kim istəyir makaron ilə, kim istəyir bir mişil ilə süzüb, zillərdən də töküb nuş eləyə bilər. Hər kəsə nuş olsun. Hələlik.